Yayda zalda necə məşq etmək lazımdır? Yay mövsümündə hətta kondisionerli zalda belə orqanizm məşqə fərqli reaksiya verir. Ən vacib məqam odur ki, isti havada ürəyə düşən yük artır. Ona görə də ilin digər vaxtlarında etdiyiniz proqramı olduğu kimi davam etdirmək düzgün deyil. Amma bu məşqləri tam dayandırmaq demək deyil. Bəs nə etmək lazımdır? İlk növbədə isinmə və setlər arası istirahəti biraz artırın. Setlər arasında isə ürək döyüntünüz normaya düşənə qədər dincəlin. Yayda supersetlərdən də uzaq durmaq məsləhətdir. Böyük əzələ qrupları üçün hərəkətləri fasiləsiz etmək əvəzinə sakit tempdə məşq edin. Əgər sərbəst çəkilərlə işləyirsinizsə və tez yorulursunuzsa, nəfəsiniz daralırsa, müvəqqəti olaraq trenajyorlara üstünlük verə bilərsiniz. Bu həm daha rahat və həm də orqanizm üçün daha az yorucudur. Ayaq məşqlərində isə xüsusilə diqqətli olun. Stangla squat kimi hərəkətlər ürək-damar sisteminə ciddi yük verir. Yayda bu hərəkətləri əzələ tam tükənənə qədər etməyin. Və ən əsası məşqin sonunda zaminka, yəni soyuma hərəkətlərini unutmayın. Təxminən 5 dəqiqə orta templə gəzmək ürək döyüntüsünün normallaşmasına kömək edir. Nəticə olaraq yay əzələ kütləsini artırmaq üçün ideal dövr deyil. İsti havada həm kifayət qədər qidalanmaq və həm də ağır məşq etmək kifayət qədər çətin olur. Buna görə məşqin ümumi həcmini bir qədər azaldın. Lazım gəldikdə daha rahat hərəkətlər seçin. Və ən əsası bədəninizin verdiyi siqnalları dinləyin. Bu yanaşma həm sağlamlığınızı qoruyacaq, həm də məşqlərinizin davamlı olmasına kömək edəcək.